Deməli, birinci misalda sinus alfa soruşulur. Birinci misaldan başlamayaq, bunlar rahat da öz işləyəriz. Sen 2 sinus alfa. Sinus alfanı təyin etmək üçün alfanın qarşısındakı tərəfin hipotenuza nisbəti birinci hipotenuzu təyin etməliyik. Pifaqor teoremini tapsaq 3-ün kvadratı 4-ün kvadratı bərabər 2-in kvadratına. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 16 üstü 9 25, x-in kvadratına x də bərabər 5 çıxır. Hipotenuz 5-dir. Sinus alfa olur qarşıdakı katetin hipotenuza nisbəti, yəni bu 4-ün 5-ə nisbəti. Sinus beta olur. Beta sinus beta'nı təyin etmək üçün qarşıdakı tərəfin hipotenuza nisbəti 3-ün 5-ə nisbəti. Sinus qarşıdakı tərəfin hipotenuza nisbətidir. Qarşıdakı katetin hipotenuza nisbəti. Bu ikisini toplayanda 5'də 3, üstə gəl 5'də 4, edir 5'də 8. Toplayanda da 8'i 5'ə böləndə 1,6 edir. Sonra tangens alfa, kosinus beta. Bunu təyin etmək üçün birinci sütunun üçüncü tərəfini tapaq. Üçüncü tərəfi təyin etmək üçün Pifaqor teoremi. Katetlər x və 6'dır. X-in kvadratı üstə gəl. 6'nın kvadratı bərabərdir 6 kök altı 2'nin kvadratı. X kvadratı üstə gəl. 6'nın kvadratı 36. 6 kökdə 2'nin kvadratı. 6'nın kvadratı 36 vur 2. Kvadrat kök aparır. X kvadratı üstə gəl. 36 bərabərdir 36 vur 2 72. X kvadratı 72'dən 36 çıxanda 36 edir. Kök altı 36. X'in kvadratı 36'dırsa x özü 6'ya bərabərdir. X özü 6'dır. İndi bunu pozaq. Tangens alfa. Tangens alfa alfanın qarşıdakı katetinin bitişik katetinə nisbəti kimi tapılır. 6 bölünsün 6 üstə gəl. Kosinus beta. Beta üçün kosinus. Beta üçün kosinus. Yenə beta üçün kosinus budur. Bu 6'dır. Beta'nın qarşısı. Yox, özür istəyirəm. Qarşısı kosinus qarşı ilə deyil. 6 ilə işim yoxdur. Kosinus beta, kosinus ümumiyyətlə bitişik katetin hipotenuza nisbəti kimi tapılır. Beta'ya bitişik olan katet budur. Hipotenuzda 6 kökdə 2'dir. 6'nın 6 kök altı 2'nin nisbəti kimi tapılır. 6'nın 6'ya bölünən 1. Bunlar gelir 1 bölünsün kök altı 2. 1 üstə gəl. Bunun sürət məxrəcini ikinci kəsin sürət məxrəcini kökdə 2'yə vursaz. Kökdə 2 bölünsün kökdə 2 vur kökdə 2. Yuxarıda kökdə 2, aşağıda kökdə 2, kökdə 2 vurunda kökdə 4 edir. Kökdə 4'dən də 2 çıxır. Bunu bu cür düşünsəz 1 üstə gəlsin. Kökdə 2'ni 2'də 1 vur kök altı 2 kimi düşünsən. Yəni kökdə 2 onsuz da yuxarı bir daşı 1'ə vurulub kökdə 2 yaradacaq. 2'də 1'i də təzədən 0,5 kimi yaza bilərsən. Yəni cavaba uyğun gəlsin deyə. Sonra üçüncü tərəfə x deyib hesablasaq üçüncü tərəfə kadetlər kökdə 3b ilə b idi. X'in kvadratına. Kökdə 3'ün kvadratı 3, b'nin kvadratı b kvadratı. Üstə gəl b kvadratı bərabər x kvadratı. 3 üstə gəl 1, 4b kvadratı x kvadratı.
X kvadradı köşe salsam ikisinde 4 2'nin kvadratı. X de 2b olacak. X 2b ise yazaq yerine x'in yerine 2b'ni. X 2b'dir. Şimdi bunu poz tutmasın. Kosinüs alfa. Kosinüs bitişik kaderin hipotenuzuna nisbetiyen tapılır. Yani bu alfa üçün bitişik katet kökte 3b'dir. Kökte 3b bölünsün hipotenuza nisbeti 2b vurulsun. Sinüs beta. Beta'nın sinüs karşıdaki katetin hipotenuza nispetidir. Beta'nın karşısında duran katet kökte 3b'dir. Kökte 3b hipotenuzda yine 2b'dir. 2b'ler gelir. İxtisar kökte 3'ü kökte 3'e vuranında kökte 9. 2 dəfə 2'nin 4. Kökte 9'dan 3 çıxır. Aşağıda 4 kalır. Bir cevabın bizden kvadratını istəyirdi. Ümumi ifadənin kvadratı. 4'ün kvadratı 16, 3'ün kvadratı 9. Bu kadar. Sonra tangens alfa 4'də ölçülür. Alfa bucağı üçün tangens. Bura bir x koysan. Alfa bucağı üçün tangens. Qarşı katetin, yəni h'ın, alfanın qarşısında h deyən. H'ın bitişik kateti x'ə nisbətinə bərabərdir. H'ın x'ə nisbətinə bərabərdir. Burada da mənə 4'də 3 verilib. H bölü x 4'də 3'ə bərabər edəndən sonra h'ı 3k ilə işarə ilə, x'i də 4k ilə işarə ilə. Buna 3k'dir, buna 4k'dir. Pifagor teoreminin işte 3k'nın kvadratı üstə gəl 4k'nın kvadratı bərabər 10'un kvadratı. 9k kvadratı üstə gəl 16k'nın kvadratı bərabərdir. 100'ə 10'un kvadratı 100'dür. 25k'nın kvadratı bərabərdir 100. K kvadratı bərabər 4'ə, k da 2'dir. K 2 ise qaytar yerine koy. 3 dəfə 2'nin 6, 4 dəfə 2'nin 8. Məndə də h soruşur. Deyil, o h da 6'dır. Burada da eyni qayda hesablanacaq. Yəni oxşar qaydada. Sinüs alfa ilə bir 8 bölü 17 ise burada bir x koy özündən. Alfa bucağı üçün sinüs qarşı katetin hipotenuza nisbətidir. Alfanın qarşısında a dayanıb, hipotenuzda x. Demek ki a'nın x'e nisbəti sinüs alfadır. Sinüs alfanı da sizə rəqəm olaraq 18'də 7 verilir. Burada a'ya 8x, a'ya 8x yox. X'dən istifadə eləmişik. K'ya, a'ya 8k, x'e də 17k yazaq. X'e 17k yaz, a'ya da 8k yaz. Yuxarıda elədiyim kimi Pifagor teoremi ilə işte. Var. Çoxsu eyni cür həll olunur deyə yazmağa ehtiyac yoxdur. PDF-i biraz tərsini düzəltmişəm. Yuxarı getmək lazımdır ona görə də. Burada hamısı birbirinin kopyasıdır. Bana burada fərqlilik 15'də yaranır deyəsən. Sinüs alfa sinüs tapmamışdan bax birinci buradakı hipotenuza da bax 6'nın kvadratı üstə gəl 8'in kvadratı bərabər x'in kvadratı 6 ilə 8 katetlərdir. Bunu hesablasan 100 eləyəcək, x da 10 çıxır. Yəni hipotenuzun 10'dur. Sinüs alfa qarşı katetin hipotenuza nisbəti hesablanır. 6 bölünsün 10. Sənin sinüsundur. Tangens bettanı tapmaq üçün bitişik tangens bettanın tangensini tapmaq üçün tangens qarşı katetin bitişik katetin nisbətidir. Bettanın qarşısındakı katet 10 olur. Bu üç bucağa əsasən və bucağı bu olan üç bucağa əsasən bettanın qarşısındakı katet 10'dur. Bettanın bitişiyindəki katet də buradakı bu y-dir. Y-i də tapmaq lazımdır. Kiçik üç bucağa əsasən. Kiçik üç bucağa əsasən tapmaq olunur. Bu y elə bir ki, kiçik üç bucağı üçün h-dır. Yerə silim h yazmaram. Böyük üç bucağı üçün h-dır. Böyük üç bucağın h-ının düsturunu yazdırmışdım. Katetlər arasının hipotenuza nisbəti a vur b bölü c. Katetlər elə bir ki 6 və 8'dir. Hipotenuzda 10'dur. 48 bölü 10 4,8 edəcək. Deməli bu isə 4,8'dir.
Tangens betanlı tapanda buradaki 10'u 4,8'e böləcəm. Qarşı kateti bitişik katete bölürəm. 10 bölünsün 4,8. Onlar gedir 6 böl 4,8. İxtisar aparsaq sürət məxrəci 10'a vur 60 böl 48. 12'ye böl 5 böl 4, o da 1,25 cevap. Burada təyin etmək üçün 18-ci sualda bura bir h deyək. Sağdakı üçbucağa əsasən h-la 5 katetlər olur. H-ın kvadradı üstəyə 5'in kvadradı 13'ün kvadradı. Tənliyə əlilsəz buradan h 12 çıxacaq. H 12 isə tangens alfanı tapaq. Tangens alfanın qarşısındakı katet 12'dir, bitişiyi 5'dir. 12'nin 5'ə nisbətidir. Kotangens bettanın bitişiyini tapmaq lazımdır. Bir dənə buradakı x tapmaq lazımdır. Oradakı x-i də soldakı üçbucağa əsasən həll edəcəyik. Soldakı üçbucaqda katetlər x və 12'dir. Betonumuz da 15'dir. Pifagor teoremini yazsaq x 9 çıxır. X 9 deməli aşağı 9'dur. Kotangens betta da bitişik katetin qarşısı katetin nisbətidir. Bettanın bitişiyi 9'dur. Qarşısı 12'dir. İxtisar gedir 9 bölünsün 5, o da 1,8 alır. Üçüncü sual. Sual tam düşməyib. 30 dərəcəli bucaq qarşısında duran katete aiddir. Biz demişdik ki 30 dərəcəli bucaq qarşısında duran katet betonumuzun yarısıdır. Betonumuz 8 kökdə 2 isə A olacaq 4 kökdə 2 yarısı. Bura 30 dərəcədirsə düz bucağı üst bucaqda 90'dan 30 çıxanda 60 eləyir. Bura 60'dır. 60'ın qarşısındakı bu B kateti isə 30'un qarşısındakinin kök 3 mislidir. 4 kök altda 2'ni kökdə 3'ə vuracaqsınız. 4 kök altda 6. Bu üsul yazınızda qalmırsa əgər 30 dərəcəlini tapandan sonra Pifagor teoremini də yaza bilərsiniz. Ya da birbaşa Pifagor teoremini yazın. Ki bura B deyin. 4 kökdə 2'ni tapmışıq. 4 kök altda 2'nin kvadratı üstə gəl. B'nin kvadratı 8 kök altda 2'nin kvadratı. 4'ün kvadratı 16. Kökdə 2'nin kvadratı 2. B'nin kvadratı 8'in kvadratı 64. Kökdə 2'nin kvadratı 2. 32 üstə gəl. B kvadratı bərabərdir 128. B kvadratı bərabər 96'ya. Kök altda 96 nə hesablasınız? Kökdə 96'nın 16 vur 6 kimi hesablayaq. 16'dan kökdən 4 çıxır. Kökdə 6 var. Deməli B 4 kökdə 6'dır. B'nin yerinə 4 kökdə 6 yazmaq lazımdır. Qalanlarını pozaq. Davamını yazmaq üçün. Mənə də A, B'ni soruşur. A 4 kökdə 2'dir. B də 4 kökdə 6'dır. 4 və 4'ün 16 kökdə 12. 16 kökdə 12'ni 4 vur 3 yazıram. Kökdə 4'dən 2 çıxır. 3 qalır. 16 vur 2 32 kök altında 3 edir. Sonra 25. sual. Çok büyüttük. Təpədəki bucaq 60 dərəcədirsə, digər iti bucağın payına 30 dərəcə qalır. 30 dərəcəli bucaq qarşısında duran katette betonumuzun yarısıdır. Yəni betonumuz 2 kökdə 3 ise 30 dərəcənin qarşısındakı kökdə 3 olur. 60'ın qarşısındakı da 30'un qarşısındakinin kök 3 mislidir.
Kökçü bir dəfə də kök çağır. Edir kökdə 9, ondan da 3 çıxır. Evet, B'de 3 olur. B 3'tü. Məndə də A, B soruşur. A kök altı 3'tü. B'de 3'tü. 3 kök altı 3. Bunun şəklini özünü atacağım sizə. A bu tərəfdir. Burada bu şəkildə düşməyib. Burada yuxarı gelmək lazımdır. Burada 30 dərəcə bucaq qarşısında katet 10'dur. Deməli betonunuz 20'dir ki, 20'nin yarısı 10 eləyib. B'dəki bura 30 dərəcədirsə, bura 60 dərəcə olur. 60'ın qarşısındakı 30'un kök mislidir. 10 kök altı 3. B variantı. 30'un qarşısındakı 2 kökdə 3 ise betonunuz 2 mislidir. 4 kökdə 3. B'nin qarşısındakı bu 30 dərəcədirsə, digər bucaq 60 dərəcə olur. 60'ın qarşısında dayanan 30 dərəcəlinin qarşısındakının kök 3 mislidir. 2 kökdə 3, 2 kökdə 3 alanda 2 kökdə 9, kökdə 9'dan 3 çıxır. 2 vur 3, o da 6. 45 dərəcəli bucaqda. Bura 45 ise burada 45'dir. İti bucağı 45 dərəcə olan bərabər yana bucaq alınır. Nəyə görə bura 45 çıxdı? 90'dan 45 çıxanda 45 eləyir. İti bucaqların cəmi 90 dərəcə düz bucaqda. Katetlərdən biri 8 ise digəri 8'dir. Bərabər yana düz bucaqda quruluş buydu. A kökdə 2. Yəni 8 8 ise C'də olacaq 8 kök altı 2. Tangens alfa 2'də 1 verilib. Alfa bucağı üçün tangens qarşı katetin bitişik katetin nisbətidir. Onun A'ya nisbətidir. Onun A'ya nisbəti 2'də 1 verilib. Tənasübdən buradan A'nı tapsam A olacaq 20 çarpasırsam. A 20 çıxır. A 20'dir. Deməli, Pifagor teoremi ilə də B-ni tapaq. Onun katetlər 10 və 20'dir. Onun kvadradı üstə 20 kvadratı B'nin kvadratına 100 üstə gəl 400 bərabərdir B kvadratı 500 bərabər B kvadratına B də bərabərdir kök altı 500 500'ü necə yazacağım 100 vur 5 kimi yazım ki vuruq kökdən çıxsın 100'dən 10 alınır 5 də kökün altında qalır B də oldu B 10 kökdə 5 60 dərəcədirsə bura 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı 6'dırsa 60'ın qarşısındakı B onun kök üzmüsüdür 6 kök altı 3. 30'un qarşısındakı katet 6'dırsa beton uzunluğu 12'dir. Bunu soruşmurdu. Sadəcə əlavə məlumat kimi tapdım. Bura 30 dərəcəlidirsə bura 60 dərəcədir. Yadda saxla. Bu cür də qısalı kimi yaza bilərsiniz. 30'un qarşısındakını özünüzdən bir x kimi qeyd edin. Onda betonunuz olacaq 2x. 60'ın qarşısındakı da x kök altı 3. Bu əzbərlədiyiniz 3 bucaq tipindəndir. İndi x kökdə 3 4 kökdə 6'ya bərabərdir. Bu tənliyi həll edin. X kökdə 3 bərabər 4 kök altında 6. X'i tapanda x'in yanındakı düşür aşağı 4 kökdə 6. 4 kökdə 6'ın kökdə 3'ə bölək kökdə 2. X 4 kökdə 2'dir. X 4 kökdə 2 ise B də 4 kökdə 2'dir. C'dəki 2x'dir. 2 vur 4 kökdə 2 8 kök altı 2. C ilə B'ni soruşurdu. 8 kökdə 2'ni 4 kökdə 2'nə vuracağım. Kökdə 2 vur 4 kökdə 2 8 və 4'ün 32. Kökdə 2'nin kökdə 2 vuranda kökdə 4. Kökdə 4'dən 2 alınır. 64 burandı.
Bu misalda özünüzdən hündürlüyü çəkəcəksiniz. Haşiyə qeyd edeyim. Sağdakı sübzağa görə 30'un qarşısındakı katet hipotenuzun yarısıdır. H deməli 10'dur. Soldakı sübzağa görə iti bucağdan biri 45 ise digəri də 90'dan 45 çıxanda 45 alınır. Düz bucağı sübzağın iti bucağı 45 ise o bərabər yan düz bucağı sübzağıdır. Yəni katetləri eynidir. Bir katet 10'dursa digər katet də 10'dur. Hipotenuz da olur katetin kökdə 2 misli. 10 kök altı 2. A kökdə 2 belə düşünün. A da oldu 10 kökdə 2. Yuxarı çıxmaq lazımdır. Bir eyni cür hesablanır. Üçüncü sual. Bucağın biri 60 dərəcə açsa 90'dan 60 çıxan digər bucaq 30 dərəcə alınır. 30 dərəcəlinin qarşısındakı verilməyib, 30'un qarşısındakı A-dırsa hipotenuzun olacaq 2A. Deməli, katetlər A ilə 4 kökdə 3'dür, hipotenuz da A'dır. Pifaqor teoremini tətbiq edib də yaza bilərsiniz. A'nın kvadradı üstə gəlir 4 kök altı 3'ün kvadratı bərabərdir 2A'nın kvadratına. A kvadratı üstə gəlir 4'ün kvadratı 16, kökdə 3'ün kvadratı 3. Kökdə 3'ün kvadratı kökdə 9 edir, kökdə 9'dan da 3 çıxır. 2'nin kvadratı 4, A'nın kvadratı. A kvadratı sağa keçər, çıxılır. 16 bölü 48, 4A kvadratından A kvadratını çıxıram. 3 A'nın kvadratına. A kvadratı bərabər 48 bölü 3, 16'ya. A'da 4 çıxdı. A 4 alındı. A 4 ise 2A 8'dir. Digər düz bucağı bucağı üçün bura 60 dərəcə ise digəri 30 dərəcədir. 30 dərəcənin qarşısındakı 4 kökdə 3 ise hipotenuz olacaq 2 misli. 8 kök altı 3. Bayaq qısa yol dedim. 30'un qarşısındakı 4 kökdə 3 ise 60'ın qarşısındakı kök 3 mislidir. 4 kökdə 3'ü kökdə 3 alır. 4 kökdə 9. Ondan kökdə 9'dan 3 çıxır. 3'ü 4'e vuranda 12. B 12 idi, A da 4. 12 vur 4, 48 edir.